Sağlamlığınız üçün buradayıq və sağlam gün ay olaraq canlı qarşınızdayıq. Sağlamlıq nə deməkdir? Faydalı mövzular və tibbi yeniliklər daim həkim komandamızla bərabər sizə faydalı olmağa gəlirik. Bugün də belə olacaq və hər an bizə qoşula bilərsiniz. Qaynar xəttimiz ekranlarınızda 055 254 0106 WhatsApp üzərindən bizə yaza bilərsiniz. İstədiyiniz an zəng vura bilərsiniz. TikTok canlı yayımımızı da hal-hazırda aktivləşdirdim. Artıq ünvanımızı da bilirsiniz. Elə TikToka girən kimi canlı yayımımız qarşınıza çıxacaq. Ekranda da necə bizi tapa bilərsiniz, onu görəcəksiniz. Vaxt itirmədən ilk dəyərli həkim qonağımızı sizə təqdim etmək istəyirəm. Bilirəm onun gəlişi hər kəs sevindirir. Çünki onları narahat edən bir çox məqamlara cavab tapırlar. Bizim üçün əsas məqsəd bilirsiniz ki, sağlamlığınıza fayda verməkdir. Elə həkimlərimizlə bərabər bu yolda birgə addımlayırıq. Dəyərli həkim psixiatr Aytən Namazova bizlə bərabərdir. Xoş gəlmişsiniz doktor. Xoş gördük Günay xanım. Necədir əhval-ruhiyyə? Çox yaxşı, siz necəsiniz? Mən də yaxşıyam və bilirəm ki, bugün çox savadlı bir müzakirənin şahidi olacaq izləyicilərimiz. Ekrana yaxın əyləşin, sağlam həyat üçün faydalı bilikləri sizə birgə təqdim edəcəyik və bu an ərzində də bizə qoşula bilərsiniz. Dəyərli Aytən Namazova depressiya, panik atak, həyəcan təşviş pozuntusu, obsessiv-kompulsiv pozuntu, saç yolma pozuntusu, dəri yolma pozuntusu, autizm spektr pozuntusu, diqqət əskiliyi və hiperaktiv pozuntu, tik pozuntusu, Turetta pozuntusu, əqli inkişaf pozuntusu, şizoafektiv pozuntu, travma sonrası stres pozuntusu, yuxu və oyanıqlıq pozuntusu, yemə pozuntuları, dissosiativ konversiyon pozuntu, cinsi disfunksiyalar, vaginizm, enurez, alkoqol və narkotik maddələrin istifadəsi fonunda psixi və davranış pozuntuları, xroniki ağrı sindromu, doğum sonraki depressiya və psixi pozuntularla bağlı, baş beynin üzvü xəstəlikləri fonunda yaranan psixi pozuntularla da bağlı sizə yardım edə biləcək bir həkim psixiatrdır və doktorla əlaqə nömrələrini də ekranlarda görürsünüz. 050 377 54 22 və elə eyni nömrənin 099 ilə də əlaqə saxlayıb doktorun qəbuluna gedə bilərsiniz. 099 377 54 22. Doktorumuz daim pasientlərinə bir ümid verir. Onları yenidən həyata qaytarır. Bu məcazi mənada deyilmir. Çünki həyatdan küskün halda yaşayan, müxtəlif psixi pozuntulardan əziyyət çəkən insanlar məhz Aytən xanımın savadı, bilikləri sayəsində, onun qayğıkeşliyi sayəsində yenidən həyata qayıdırlar. Və mən istəyirəm bir xatırlatmamız var, onu izləyək. Dərhal sonra bugünkü aktual mövzudan xəbəriniz olacaq və bilin ki, demək olar ki, bu mövzu hər birimizə aiddir. Bilmirəm, indi nə dərəcədə hərədə özünü bu belə göstərir, amma düşünürəm ki, bir çoxunuzu düşündürən sualların cavabını məhz bu müzakirədə eşidəcəksiniz. Peşəkar həkim psixiatr Aytən Namazovanı salamlamaq istəyirəm. Panik atak və panik pozuntudan danışacağım. Şikayətlərin nədir deyə başladıqda diaqnoz deyə söyləyirlər. Panik atakım var. Əslində bəlkə də altda yatan səbəb kimi bir depressiya var. Depressiya qədər və depressiyadan ikinci yerdə duran bir nevrotik pozuntudur. Həyatımız boyu bir neçə dəfə müşahidə olunacaq bir haldır. Yeniyetmə özünə qapanır, qıcıqlı olur. Şəxsdə beynində intihara dair düşüncə olur. Müşahidə olunan həyəcan həmlələri və həyəcan tutmaları anidən başlayır. Çox arzuluyurlar ki, evləri xəstəxananın yanında olsun. Antidepressant və yaxud da ki, digər dərmanlar şəxsin, belə deyək ki, xüsusiyyətinə uyğun olaraq seçilir. Birdən nəsə olar, nəsə pis hadisə baş verəcək. Bax, bu his hər birimizə tanışdır. Heç olmasa həyatımızda bir dəfə də olsun, bu fikirlər hər hansı bir günün istənilən saatında, istənilən yaşımızda bizim fikrimizə gəlib. Amma bu hisslər bizə nəyi deyir, orqanizmimiz bizə nəyi söyləmək istəyir? Ekrana daha yaxın əyləşin. Bu duyğunun adını biləcəksiniz. Çünki insanların çoxunda müşahidə olunur, amma bəzən insanlar bilmirlər ki, nə baş verir. Müxtəlif preparatlara
müraciət edirlər, müxtəlif həkimlərə yönəlirlər, amma bu halın kəsilmədiyini, davam etdiyini, bəzən səbəbsiz narahatlıq, səbəbsiz ürək döyüntüsü, qorxu hissi yaşayırıq və bütün bunların adı ilə bugünkü mövzumuzla bağlıdır. Anksiyete də deyirlər, həyəcan təşviş pozuntusu da deyirlər. İndi doktorumuz onu daha ətraflı, tibbi dildə, eyni zamanda hər kəsin başa düşə biləcəyi dildə təqdim edəcək. Buyurun doktor. Salamlayıram bizi izləyən izləyiciləri Günay xanım və bugünkü mövzunu ki, hansı ki, ən çox müayinələrdə gördüyümüz bir pozuntudur. Əslində həyəcan təşviş pozuntusu həm tək halda müşahidə oluna bilər, bir pozuntu xəstəlik kimi, həm də digər xəstəliklərin daxilində depressiya ilə müraciət edən, depressiv epizodu olan, deyək ki, digər bir obsessiv kompulsiv pozuntuda, dissosiativ konversiyon pozuntuda, eyni zamanda bir sıra ruhi xəstəliklər zamanı, şizofreniyanın, bipolar affektiv pozuntunun remisiya mərhələsində, həmçinin somatik xəstəliklər zamanı da, bir sıra somatik xəstəliklər zamanı, istər kardioloji, nevroloji, endokrinoloji xəstəliklərdə, onkoloji xəstəliklərin kliniki gedişatında müşahidə oluna bilər. Həm gecikmiş, həm də belə deyək ki, erkən mərhələlərində görülə bilər. Ümumiyyətlə, həyəcan təşviş pozuntusu bir xəstəlikdir. Bu bir əlamət deyildir. Pozuntu deyilsə, artıq burada xəstəlikdən bəhs edilir. Və psixiatrik bir pozuntudur. Bu nə nevroloji deyil, nə kardioloji deyil. Bunu səhv salmasınlar. Çünki adətən bizim pasiyentlər bizə müraciət eləyənə qədər eyni qədər həkimləri gəzmiş olurlar. Nevropatoloqları, nevroloqlar deyək belə, əslində nevropatoloq və nevroloq eyni bir ifadəyə gəlsə belə, bunları həkim gəzmiş olurlar. Psixiatra niyə müraciət etmirlər? Mənə dəli deyərlər, dırnaq arası deyək belə. Qonşu qohum məni görər, psixiatrın qapısının ağzında nə deyər deyə ehtiyatlanırlar. Qoy gedin bir kardioloqa, bəlkə ürəyimdə doğrudan ürək nevrozudur, kardionevrozudur deyə çünki əlamətlər oxşuyur bəzən. Bəli, oxşuyur və bizə çox gecikmiş mərhələdə müraciət edirlər. Elə buradan başlayım ki, bizə gələnə qədər pasiyentlər həyəcan təşviş pozuntusunda eyni qədər əllərində sənədlər olurlar. Hansı sənədlərə müraciət edirlər? Baş beyin uyğun olaraq şəxsin başı gicəlləndi, baş sıxılması oldu, dərhal baş beyin MRT, KT müayinəsi və yaxud da EEG dediyimiz EEG müayinələrindən keçirlər. Halbuki EEG müayinəsi dəfələrlə demişəm, əgər sizdə qıc olma tutmaları varsa və yaxud da konversiyon pozuntu deyirik, biz danışmışıq bu barədə və epileptik tutmalar, bunları diferensiyasiya etmək üçün istifadə etdiyimiz bir müayinə üsuludur. Dəfələrlə bundan keçmiş olurlar və yaxud da ki, kardioloji problemləri olur. Bayaq dediyimiz kimi kardionevroz, ürək nevrozu, ürəyin irritabl sindromu deyə kardioloqlar adlandırırlar və dəfələrlə ürəyin EKG echo müayinəsindən keçirlər. Damarlar Doppler müayinəsi olur. Və yaxud da mədə bağırsaq şikayətləri ilə müraciət edilir. Terapevtə, gastroenteroloqa nəticə etibarilə bunlar biz endoskopiya deyirik də, yəni mədə bağırsağın artıq içəri tərəfdən gastroskopiya müayinəsi var, kolonoskopiya müayinəsi var, həmçinin qarın boşluğunun ultrases müayinəsi, rentgen müayinəsi. Bütün bu müayinələrdən keçirlər və həmçinin qanın təhlillərini, sidiyin nəticəsinin təhlillərini edirlər və artıq dəfələrlə həkimlər eyni təhlilləri etsə də sənin heç bir şeyin yoxdur. Bir həkim psixiatra müraciət etdikdə nə deyirlər Günay xanım? Yox doktor, mənim dərdimin çarəsi tapılmadı, mən dəli deyiləm ki, psixiatra müraciət edim. Həmin həkimi də günahlandırır. Bəli, həmin həkimi də günahlandırır. Savadsız həkimdir. Bəli, mənim dərdimin çarəsini tapmadım, digər həkimə müraciət edir. Artıq həkim gəzmiş olur və bizim müraciət eləyəndə əllərində belə deyək, papqalarla gəlirlər, qalaq-qalaq sənədlərlə gəlirlər və deyirlər, doktor, ona da bax, buna da bax, hər bir şeyə baxırıq. Xüsusilə xəstəliyini sübut edəcək, hər hansısa bir diaqnoza əsaslanacaq bir pozuntu, bir belə deyək, patologiya aşkarlaya bilmirik. Əslində, bəs buna görə də qeyd etdiyim kimi, həyəcan təşviş pozuntu psixiatrik bir pozuntudur. Qeyd etdiyimiz kimi, anksiyete də deyilir, bir fransız ifadəsidir. Anksiyete sözünün mənası hərfi tərcümədə narahatlıq sindromuna gəlir. Şəxs daim olaraq narahatdır. Həyəcan pozuntusu olan şəxslərdə ümumiyyətlə normada həyəcan Günay xanım hər birimizdə müşahidə olunur. Elə mən o sualı verəcəkdim ki, yəni bu xəstəliklə normal həyəcanın, normal təşvişin bir fərqi var. Gəlin fərqləndirək. Normal həyəcan nədir? Patoloji həyəcan nədir? Çünki həyəcan da insana xas bir xüsusiyyətdir də. Bəli, vacib bir xüsusiyyətdir, xas bir xüsusiyyətdir. Həyəcan hissi normal və təbii bir duyğudur. Hər birimiz üçün, yəni orqanizmdə, ətraf mühitdə, hal-hazırda studiyadayam, birdən oradan kamera düşüb sınsa diksinəcəyik və bir orqanizmdə bir
bir reaksiya yaranacaq, siqnal ötürüləcək. Bəli, Günay xanım artıq bütün patogenetik olaraq bilir. Və bu siqnal fonunda orqanizmə bir xəbərdarlıq olur. Və həyəcan hissi artıq orada bir patogenetik olaraq fəaliyyətə keçmiş olur. Bu normaldır və hər birimiz yaşadığımız həyat boyunca, illər ərzində bir və yaxud bir neçə dəfə müşahidə olunur. Lakin bu həyəcan hissi düşdüyümüz bu situasiya ilə əlaqədar olur. Yalnız bunu əhatə edir. O düşdü, sındı və mən həmin an həyəcanlandım və buradan çıxdıqdan sonra bu bitdisə, davam etmirsə bu normal bir haldır. Lakin davamlı xüsusiyyət daşıyırsa, yəni miqdarı artırsa, daim olaraq məni müşahidə edirsə, artıq bu patologiyadır, pozuntudur və xəstəlikdən bəhs edilir. Çox gözəl anlatdınız. Bəli, və burada həyəcan pozuntusu ümumiyyətlə təkcə bəh qeyd etdiyimdə bir sıra xəstəliklər zamanı görülə bilər. Mən qeyd edərdim burada nə xəstəlikləri? Nevroloji xəstəliklərdən xüsusən ən çox bizə nevropatoloqlarda dağınıq skleroz deyilən bir xəstəlik var ki, burada müəyyən bir müddətdən sonra İlk etaplarda dissosiativ konversiyon pozuntuya oxşuyur. Hərəkət pozulur, yeriyə bilmir, unutqan olur. Məsəl üçün, mənim bir 22-23 yaşında pasiyentim var idi. Yeni evlənmişdi, ərə getmişdi və çayniki qoyarkən qazın üzərində unudurdu. Və bu ilkin etaplarda mənə nevrozla müraciət etmişdi. Dərinə getdikdə, araşdırma apardıqda burada nevroz deyildi, burada dağınıq sklerozdur. Yəni, dağınıq skleroz xəstəlikləri zamanında ilkin etapda həyəcan pozuntusu olur. Kardioloji xəstəliklərdən, məsəl üçün, bizim müalicə etdiyimiz xəstəliklər arasında filan kəsin açıq ürək əməliyyatı oldu, ürəyinə stent qoyuldu. Axı, bu narahatdır. Mütləq şəkildə burada da psixoloji bir müdaxilə lazımdır. Digər tərəfdən, mədə-bağırsaq problemi var. Mədə xorası olanlarda, qastroptoz olanlarda, bunların da patogenetik olaraq əslində dərinə getsək, burada da bir stres faktoru var. Dərinləşdikdə qıcıqlanmış bağırsaq sindromunu artırır. Nəticə itibarilə şəxsdə gastroenteroloqlar, terapevtlər nə deyir? Səndə mədə nevrozudur, səndə mədənin irritabl, qıcıqlanmış sindromudur deyə adlandırırlar. Və yaxud da ki, tənəffüs sistemi xəstəliklərindən, vərəm xəstəliyində, bronxial asmada, bizim bronxial asmalı pasiyentlər var. Bronxial asmanın gecikmiş mərhələlərində mütləq şəkildə bəzən pasiyentlərdə həyəcanlı, təşvişli vəziyyət yaranır Günay xanım. Bunlara müdaxilə etmədikdə bronxial asma daha da sürətlənir, kəskinləşir və pasiyentin şikayətlərini artırır. Vərəm xəstəliyi onu kimi, vərəm xəstəliyi olan şəxslərdə müəyyən müddət keçdikcə bizim müayinəmizə təbii ki, həm infeksiyon xəstələri gəlir, biz həkimik, həm də digər, belə deyək ki, somatik xəstəliyinə. Dərinləşəndə, bəli, nevrotik pozuntular, həyəcan pozuntusu vermiş olur. Eyni zamanda onkoloji xəstələr. Onkoloji xəstəliklərdə xəstəliklə bağlı olaraq o qədər narahatçılıqlar yaşayırlar. Hansısa bir üzvünün, süd vəzisinin, digər bir nahiyələrdə baş verən metastazla bağlı olaraq həmin nahiyənin orqanın götürülməsi fonunda şəxslərdə psixoloji narahatçılıqlar yaranır. Nəticədə şəxs daim olaraq həyəcanlı, tədirgin vəziyyətdə olur. Bu zamanda həkim psixiatra müraciət etmək çox gözəl olar. Çox yaxşı olur ki, Günay xanım, və bu xəstəliyin progressivləşməsinə, dərinləşməsinə şərait yaratmır. Ümumiyyətlə, bizdə həyəcan hissi normada olmalıdır. Şəxs əgər imtahan verirsə, şəxs əgər... Bir vacib gündür, toy günüdür. Toy günüdür, bəli, və yaxud da iş görüşməsinə gedirsə. Mən hal-hazırda bu qədər ATV kanalı, baxımlı bir kanaldır, televiziyanı izləyən tamaşaçılar qarşısında çıxış edirəm. Auditoriya kütlə qarşısında çıxış ediriksə, həmin bu dövrü əhatə edən həyəcan normaldır. Hətta bu dövrdə yaranan həyəcan hissi bizim perspektivalarımızı artırır, akademik bacarığımızı artırır. Adrenalin qalxır. Adrenalin qanda artır, simpatik sinir sistemi fəaliyyəti artır və nəticədə bizim həmin müddət üçün bizim diqqətimizin, mənim diqqətim hal-hazırda bir normal qaydasında həyəcan varsa, Günay xanım, diqqətim hal-hazırda sizə konsentrə olunmağım artır, adaptasiya olunmağım artır və artıq hansı halda biz pozuntuya keçirik? Əgər mənim bu yaranan həyəcanım davamlı olaraq müşahidə olunursa, artıq burada pozuntudur. Nə baş verir? Biz bildiyimiz kimi, həyəcan təşviş pozuntusunda əsas iki böyük simptom var. Birincisi simptom psixolojidir. Buna biz belə deyək ki, ruhi, yəni ruhsal da belə deyək, simptomlar deyilir. Hal, bəli. İkincisi isə fiziksel, bədənsel və bundan motor hərəki deyilir. Yəni, birisi psixologiya bağlıdır, digər hərəkətlə bağlıdır. Psixoloji, ümumiyyətlə qeyd edim ki, bu qədər baş verən həyəcan, qorxu, təşviş, təlaş, narahatlıq, gərginlik, tədirginlik fonunda beynin ön bölgəsi, ön payı var. Yəni, alın payı, frontal payın funksiyası pozulur. Nəticədə bu alın payının icra etdikləri funksiyalar dəyişilir. Məsəl üçün, bu zaman mən qərar vermə, idarə etmə, planlama,
duyğu, düşüncə və davranışların sürdürülməsi, diqqətin davam etdirilməsi pozulur. Nə baş verir? Diqqətimi cəmləyə bilməyəcəm, diqqətimi konsentrə eləyə bilməyəcəm. Nəticədə diqqət dağınıqlığı yaranacaq. Diqqət defisiti yaranacaq və bu zaman anlama, qavrama, yadda saxlama problemləri itir. Unutqanlıq. Siz mənə sual verəcəksiniz, mən fikrim toplayıb sizə cavab verə bilməyəcəm. Və yaxud da cümlənin əvvəli gələcək, sonunu gətirə bilməyəcəksiniz. Tam doğru. Cümlənin sonrasını gətirə bilməyəcəm, karxıb qalacam, hətta dilimdə çaşqınlıq yaranacaq. Bəzən isə kəkəlmə halları müşahidə oluna bilər və yaxud da ki, bəzən olub studiyanızda, bəlkə elə həkimlər də olub ki, dayanıb cavab verə bilmir, hətta nitq tamamilə dayana bilir. Bəzən biz buna seçici mutizm deyirik. Seçici mutizmdə həyəcan təşviş pozuntusunun bir alt qruplarından biridir. Elə yeri gəlmişkən qeyd edim ki, alt qrupları arasında burada panik atak, panik pozuntu, generalizə edilmiş həyəcan pozuntusu, ayrılma həyəcan pozuntusu vardı. Bəzən elə bir şəxslər vardı ki, ailə üzvlərindən kimsə rəhmətə getdikdə, sevgilisindən ayrıldıqda, kimdənsə ayrıldıqda özlərinə uzun müddət gələ bilmirlər. Digər bir pozuntu kimi kəskin stres pozuntusu, travma sonraki stres pozuntusu, həmçinin qeyd eləyərdim, spesifik fobiyalar var, hansı nədənsə konkret olaraq qorxur. Sosial fobiya var, cəmiyyət arasında çıxış etməkdən, kütlə qarşısında çıxış etməkdən utanır. Bəli. Baxırsan, çox savadlıdır, fikirlərini çox aydın şəkildə izah edir, amma auditoriya qarşısında bu fikirlərin heç birini söyləyə bilmir. Aqorofobiyalar var ki, biz buna deyirik kütlə qarşısında, çoxlu cəmiyyət qarşısında, mollarda və yaxud da liftdə o qaça bilməyəcəyi məqamlardan qorxur. Yəni birdən qaça bilmərəm, birdən bayra atıla bilmərəm. Narahatçılıqlar daha da artmış olur. Və bax, hal-hazırda artıq izləyicilərimiz öz suallarını yazırlar, çoxdur suallar. Təbii ki, vaxtımız boldur, rahat şəkildə suallarınızı dəyərli Aytel xanıma ünvanlayacağım və hal-hazırda bu əlamətləri özündə yaşayan insanlar bizə yazırlar. Əlaqə nömrəsi ekranlardadır, amma bizi yüzlərlə insan TikTok canlı yayımından da izləyir. Onlar üçün də qeyd edirəm, dəyərli Aytel Namazova ilə bizim savadlı həkim psixiatrımızla əlaqə saxlamaq istəyənlər, qəbuluna yazılmaq istəyənlər üçün 050 377 54 22 099 377 54 22 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Və bu pozuntudan danışırıq biz. Daha çox hansı yaşlarda və daha çox kimlərdə rast gəlinir? Mən istəyərəm bir praktika nazara toxunasınız. Çox yaxşı bir sual verdiniz. Ən çox müayinəmə gələn pasiyentlər yeniyetmələr olur. Gənclərin xəstəliyi hesab olunur. Xüsusən 14-lü, 15-li, 17-18 yaşlarında nə ilə bağlı olaraq imtahan həyəcanı, imtahan təşvişi və yaxud da ki, Günay xanım, çox bir incə məqam var ki, bayaq qeyd etdimi, psixotik xəstəliklər var. Yəni, bu psixi pozuntular var ki, bu ruhu xəstəliklərdir. Yəni, klinik gedişatında psixozlar müşahidə olunur. Şizofreniyadır, bipolar affektiv pozuntudur, doğumdan sonraki psixozdur. Deyirlər, filan kəsin gəldi, doğdu, doğandan sonra başı pozuldu. Yanıma gətirirlər və deyirlər, doktor, tək mən adətən müayinəmə gələnləri ayrı-ayrılıqda bildirirəm də, bu qaynatasıdır, qaynanasıdır, anasıdır, kimidir də, yəni mütləq bu məlumatları aldıqdan sonra artıq dərinliyə qədər söhbətə gedirik. Adətən nə deyirlər? Deyir elə uşaqlıqdan biraz qəribə uşaq idi, özünə qapanırdı, heç kimə fikir vermirdi. Biz elə bilirdik ki, bu həyəcanlı tipdir, heç kimə qaynayıb qarışmırdı, söz deyəndə üzü qızarırdı, kimsə qonaq gələndə qaçıb gizlənirdi, çox qaynayıb qarışmırdı, bir qəribə uşaq idi. Bax, bu ifadələri valideynlər mənə söylüyor. Doğumdan sonra daha da kəskinləşir. Daha da kəskinləşir. Və yaxud da oğlan uşağıdır, getdi hansısa bir ölkəyə, işlədi, gəldi və yaxud da ki, bir fəaliyyət göstərdi, universitetə girdi və yaxud da girə bilmədi, kəsildi, ondan sonra daha da kəskinləşmiş olur. Yəni, həyəcan pozuntusunun özü yeniyetməlik çağından müşahidə olunan pozuntudur. Yəni, valideynlər bunu görə bilərlər. Görə bilərlər, diqqətli olsunlar. Bəli. Çünki bu həyəcan pozuntusu yeniyetməlik çağında görüləndə bu o demək deyil ki, bu uşaqda sırf olaraq mən dedim, əlamətləri sadaladım, bunu sadəcə olaraq bu bizim efir saatımıza çatan məlumatları bildiririk Günay xanım. Bu o demək deyil ki, bu konkret olaraq siz uşağınızda bu əlaməti gördünüz, həyəcan pozuntusu. Xeyr, bu həyəcan təşviş pozuntusunu mütləq bir görəndə bir mütəxəssislə məsləhətləşin. Bu hansısa bir ruhu xəstəliklərin prodromal, yəni prodromal dedikdə biz nəyi nəzərdə tuturuq? Başlanğıc, yəni əlaməti kimi görülə bilər. Yəni ilkin etapda bu xəstəliklər başlayanda bu cür əlamətləri başlaya bilər. Və nə baş verir şəxsdə ilkin etaplarda? Başlayır artıq yeniyetməlik vaxtından şəxsdə nə olur? Düşüncələr yaranır. Bu düşüncələr qorxular formasında olur. Şəxs ailə üzvlərinin, yaxın qohumlarının, xüsusən övladının başına hər hansısa bir təhlükə yoxdur. Birdən-birə siz demişkən səbəbsiz yerə qəfildən pis bir hadisə gələcəyi düşünür. Qapı döyüldü, telefonun zəngi çalındı. Nəsə pis xəbərdir. Pis xəbər gələcək və yaxud da bayırdan bir səs gəldi, pis xəbər gələcək. Və yaxud da ki,
qıcıqlı və əsəbi tədirgin olur. Hal-hazırda saat qoluna taxıbsa, saatın elə çıqqıltısı, kimsə yemək yedi, ağzının mırçıltısı, addımlarının səsi, suyun şırıltısı ona toxunur, onda qıcıqlılıq yaranır. Və nəticə itibarilə bu narahatlıq fonunda şəxsdə, belə deyək ki, get-gedə bu situasiya artır, şəxs deyir, doktor bir yerdə qərar tuta bilmirəm, tıncıxıram, dururam, otururam, ürəyim sıxılır, gəzir bir yerdə, durduğu yerdə. Nəticə itibarilə şəxsin bu zaman həyəcan, qorxu, təşviş, təlaş, gərginlik fonunda üz ifadəsi dəyişir. Üzü vahiməli bir baxış alır, alnı qırışır, ağız bucağı aşağı enir, göz alması genişlənir, göz bəbəkləri bərəlir, rəngi avazıyır, qızarır və bunun bədəndə reaksiyalar formalaşmağa başlayır. Bədəndə tərləmə, titrəmə, üşütmə, soyuma, temperaturanın qalxması, istilik basma, yuxarı və aşağı ətraflarda uyuşma, deyir elə bil əlim uyuşub, keyib. Sanki eyni anda iynələr batır. Bəli, iynə batırılma, bəli, tam doğru, qarışqa gəzir. Hissiyatsızlıq yaranmağa başlayır və şəxs bu zaman nə edir? Eyni vaxtda olaraq bədəndə ağrılar yaranır. Ağrılar adətən irradiasiya edir. Yəni, ağrılar bədən boyunca yayılmış olur. Baş, boyun, bel, oynaqlara doğru. Elə bilirik oynaqlarımız ağrıyır. Bəli. Amma əslində səbəb o ki, oynaqda yatmır. Oynaqda da deyil. Bəli. Ağrı sanki sancma, batma, yanma, göynəmə, dartma şəklində olur. Məhz buna görə də bəzən pasiyentlər uzun müddət fibromiyalgiya adı altında müalicələr olunmuş olurlar və ağrılar qeyd etdiyim hər zaman deyirik, sanki elə bil, niyə görə deyirik infarkt keçirəcək? Çünki sol qola, sol kürəyə, sol çiyini irradiasiya edir. Pasiyent elə bilir ki, bu dəqiqə infarkt keçirəcək, ürəyi tutub öləcək, yıxılacaq. Yıxılacam, bayılacam, huşumu itirəcəm, kontrolumu itirəcəm. Başıma nəsə gələcək. Bəli, evdən çıxsam başıma nəsə pis bir hadisə gələcək. Biabır olacam, ağlımı itirəcəm, dəli olacam, iflic olacam, insult olacam. Hər hansısa bir ağır onkoloji xəstəliyə yoluxacam. Təzyiqi qalxanlar var, yazırlar. Və yaxud da ki, əlimi bura vuracam, Günay xanım, mən ağır bir infeksiyon virus xəstəliyinə yoluxacam deyə düşüncələr daim olaraq gün ərzində onu narahat edir. Görün, indi bu insanların həyat keyfiyyəti nə dərəcədə aşağı düşür. Yəni bir çoxu da işdən də çıxır, hətta belə insanlar var. Kiməsə gülməli gələ bilər bu, amma o doğrudan çox ağır hal yaşayır. Nəyin gözlərini bezdirirlər, ətrafdakıları da bezdirib yormuş olurlar, rutin həyatı düşür, şəxs işini icra eləyə bilmir Günay xanım. Və bu narahatlıqlar artdıqca şəxsin artıq bayaq qeyd etdiyim kimi kimyəvi dəyişikliyin deyəcəm, ürək damar sistemi fəaliyyətə başlayır. Ürək sürətli vurmağa başlayır, ürək vurğularının sayı artır, qan damarları daralır. Məhz bunun fonunda da qan damarları daraldığı üçün arterial təzyiq qalxmağa başlayır. Arterial təzyiq 200-220 olur. Bəzən deyir, doktor, mən ürək dərmanı içirəm, amma təzyiqim düşmür. Çünki bu nevrotik mənşəlidir, həyəcan fonundadır. Yəni o təzyiq dərmanı ona heç nə eləməyəcək artıq. Qətiyyən köməklik göstərmir. Nəbz sürətlənir, tezləşir, ürək nahiyəsində bir narahatçılıq yaranır. Doktor deyir, elə bir ürəyim vurmur, ürəyim elə bir ağzımda döyünür deyə ifadələr işlətməyə başlayır. Doktor, bu insanlar da evdə tək qalmağa qorxur, yoxsa? Bu insanlar həm evdə tək qalmağa qorxur Günay xanım, həm də bayıra çıxarkən tək çıxmağa qorxur. Kütlə qarşısında elə bilir ki, nəsə baş versə qaça bilməyəcək. Xüsusən qapalı məkanlarda, liftdə, mollarda, bağlı, qapalı məkanlardan qorxmağa başlayır. Bu zaman tənəffüs sürətlənir, şəxs dərindən nəfəs alıb verməyə başlayır. Nəfəs alıb vermə aktı artır, beyinə oksigen artır, orqanizm artıq oksigenin miqdarı artdığı üçün təhlükəli bir vəziyyət olduğunu məlumat verir və nəticə etibarilə nəfəs darlığı yaranır. Şəxsin bu zaman deyir, doktor, dərindən nəfəs alıb verə bilmirəm, elə bil ağciyərlərimə hava çatmır, sinəmin üstündə bir daş oturub, qaya oturub, nəfəs alanda belə elə bil ağciyərlərimə hava çatmır. Sonrakı etaplarda artıq bu mədə-bağırsaq problemləri yaranır. Şəxsin mədə-bağırsağında ağızda quruluq olur. Şəxs udquna bilmir. Daim olaraq qidalandıqda belə yanlarına bir stakan su qoyarlar. Udquna bilmirlər. Şəxsin bu zaman mədəsində yanma, qıcqırma, gərmə yaranır. Lakin uzun müddət müalicə almayanda həyəcan təşviş üçün bu mədə xorasına qədər gətirib çıxara bilir. Bəzən qəbizlik, bəzən isə ishal halları müşahidə olunur. Həyəcan təşviş pozuntusundan danışırıq və hal-hazırda studiyamızın dəyərli həkim qonağı, həkim psixiatr Aytən Namazovadır. Söhbətimiz davam edəcək. Suallar həddindən artıq çoxdur və çalışacağım ki, sizin suallarınızı bir-bir Aytən xanıma ünvanlayım qısa aradan sonra.
Bir çox insanda görünən, amma əsəbdir, keçər deyə üstündən keçilən bir mövzunu bugün qabartmaq istədik dəyərli qonağımızla. Yeni qoşulan tamaşaçılarımızı salamlayıram. Sağlam gün ay canlı-canlı qarşınızda və hal-hazırda studiyamızın dəyərli həkim qonağı, həkim psixiatr Aytən Namazovadır. Bir daha xoş gördük sizi, doktor. Ümumiyyətlə, sizinlə müzakirəni hər zaman çox sevirəm. Ona görə ki, elə danışırsınız, elə anladırsınız ki, hər kəsə aydın olur və bəzən Aytən xanım söylür ki, mənə deyirlər ki, çox belə enerjili danışırsan, istəyirsən məlumat. Əslində belə də olmalıdır. Mən Aytən xanımı ona görə çox sevirəm ki, istəyir faydalı olsun və hər gəlişində neçə-neçə insanın həyatına bir ümid işığı saçır və hal-hazırda da yazan izləyicilərimiz var ki, artıq illərdir bu problemlərdən əziyyət çəkirlər, bu pozuntudan əziyyət çəkirlər, hansı ki, haqqında biz danışırıq bugün. Həyəcan, təşviş pozuntusu, anksiyete müxtəlif adlarla tanınır və onlardan biri də bax, durmadan bayaqdan sual yazır və çox xahiş edir ki, mən o sualı səsləndirim. Elə o sualla davam etmək istəyirəm. 40 yaşım var, xanımdır, məndə HPV çıxdı, yəni daha sonra panik atak oldum. İndi təzyiqim qalxır və öz-özünə düşür. Amma bilmirəm bundan necə bacarım, heç bir dərman falan da mənə kömək etmir. Nə deyə bilərik bu xanıma? Bayaq ki, qeyd etdik. Xəstəlik fonunda yaranan bir salamlayırıq xanımı və istənilən bayaq qeyd etdiyim kimi hansısa bir infeksiyon xəstəliyə yoluxub və ya da yoluxmamaqla bağlı olaraq ondan sonra da bizə müraciət edən pasiyentlər narahatçılıq keçirir və ilk növbədə qeyd edeyim ki, hər bir dərdin dərmanı var və xəstəliklər müalicə olunandır. Ən ağır onkoloji xəstəlikdən tutmuş, psixoloji xəstəlikdən, yəni bəzən düşünürlər ruh xəstəliklər belə, doktor, hərdən mən bunu qeyd edeyim, üzr istəyirəm, kənara çıxmayın. Hərdən müayinəmə gələndə nəyə sevinirəm? O autistik uşaqlardan başqa, həmçinin ruhu xəstəlikləri müalicə olunmuş, ərə gedib, uşaq doğmuş qadınlar olur və uşaq onlar dünyaya gətirdikdən sonra bəzən müayinəmə uşaqlarla gəlirlər. Mən o qədər sevinirəm Günay xanım, hərdən deyirəm ki, onlar mənim övladlarımdır. Çünki mən o qədər onları, çünki ilk etapdan onların belə deyək ki, toydan öncə hamiləlik sürecində onun uşağın belə deyək, psixoloji onlara travma almamaq üçün istifadə etdiyim dərman preparatları, aylığına uyğun olaraq verdiyim, hansı ki müəyyən bir aylar var ki, uşaq travma almasın, uşaq belə toksik təsirə məruz qalmasın. Mən ona görə belə deyim də, duyğulanıram hərdən onları görəndə. Deyirəm ki, bunlar mənim uşaqlarım. Məktəbə gedən onlara deyirəm, bu mənim uşağımdır. Əslində elədir. Bəli, və qeyd deyim ki, xanıma da ki, bəli, bu stres faktoru beyində toplanıb qalır. Hansı şərait yaranda yenidən üzə çıxır və müalicə götürməsə, dəstək almasa, əgər özü ilə bacara bilmirsə, artıq 6 ayın üzərindədir ki, davam edir, mütləq bir dəstək almasına ehtiyac var. Çünki dərinləşəndə nə baş verir həyəcan pozuntusu? Bir buradan giriş eləyim. Depressiv epizoda yol açır. Şəxsin zövq alması azalır, biz ona anhedoniya deyirik. Enerji potensialı enir, biz buna avalyusiya deyirik. Bir müddətdən sonra şəxsin yuxusu pozulur, şəxs yuxuya dalmaqda, yuxunun sürdürülməsində çətinlik çəkir. Yuxudan oyandıqda belə gecə o qədər narahat yatır ki, səhər yatağından qalxa bilmir, gün ərzində yuxulu olur, key kimi olur, narahat olur. Daha sonra qidalanması pozulur, iştahsı pozulur, şəxs sürətlə arıqlamağa başlayır, çəki itirməyə başlayır. Xüsusən kişilərdə cinsəl zəiflik, cinsəl istəksizlik yaranır. Bəzən müraciətimizdə gələn kişilər utansa belə erkən boşalma problemləri olur, amma bizim müalicə ilə paralel olaraq onun da müalicə etmiş ola bilirik. Doktor, və belə bir maraqlı sual gəlib. Əslində xanım çox rica edir ki, o sualı oxuyaq. Bacardığım qədər suallarınızı səsləndirəm, amma məni də qınamayın. Çünki verilişin vaxtı məhduddur və növbəti qonaqlarımız da var. Və bu sualı oxumasam olmaz, doktor. Diqqətlə dinləyin, zəhmət olmasa. Xanım yazır ki, adımın səslənməyini istəmirəm. Təbii ki, biz də onun fikrinə hörmətlə yanaşırıq. Mənim 32 yaşım var. Keçmiş həyat yoldaşımla bağlı xatirələr məni çox qorxudur. Keçən il onu yolda gördüm və bu mənə çox pis təsir etdi. Yenə qorxuya düşdüm. Bu qorxudan azad olmaq üçün tibbi bir çıxış yolu varmı? 4 ildir ayrılmışıq, heç danışmırıq. Görülür ki, Günay xanımı salamlayırıq. 4 il ərzində bu travma onun beynində iz buraxıbdır. Qabıqaltı mərkəzlərdə toplanıb qalır və təkrar o, belə deyək ki, streslə rastlaşdıqda yenidən təkan verir, şərait yaranır, narahatçılıq artır. Əgər siz bununla 4 il ərzində, belə deyək ki,
mücadilə apara bilməyibsinizsə və iradəni topla, yaxşı olar, mühitini dəyiş, fikir vermə, əşi boş ver, artıq oldu, bitdi, görməzdən gəl şeyləri, bir ətraf mühitinizdən, ailənizdən sizə verilən dəstəklərin belə, bunu dırnaq arasında deyiləm, əslində bu dəstəklər bir o insanlarda qıcıq yaradır. Köməklik göstərməyibsə və 4 ildə artıq davam edirsə, mütləq müdaxilə eləmək lazımdır. Bir həkim psixiatra müraciət etməsində fayda var. Bəli, mən elə bu xanıma buradan səslənirəm. 32 yaşlı izləyicimiz, adınızı səsləndirmədim siz qeyd etdiyiniz kimi. Rahat şəkildə Aytan xanıma müraciət eləyə bilərsiniz. Bəli, müalicə də çox əslində necə deyim, düşünürlər ki, birdən müalicəsində bəlkə bir uzun. Müalicəsində əsas biz 2 üsuldan istifadə edirik. Psixoterapiyadır. Psixoterapiyada burada psixodinamik psixoterapiya, kognitiv davranış terapiyası və dəstəkləyici psixoterapiya. Digər isə farmakoterapiyadır, yəni dərman müalicəsi. Yəni həm dərman müalicəsi var, həm də psixoterapiya ilə müalicə olunur. Söhbət deyirlər. Əslində bu söhbət deyildi. Bəzi belə deyək ki, təhsilsiz psixoloqlar var ki, bunlar onu söhbətlə qarışdıraraq insanlarda bir əksinə psixoloji bir travmanı dərinləşdirmiş olurlar. Dərman müalicəsinə gəldikdə isə İlk seçim preparatı antidepressantdır. Antidepressantlar, indi burada deyəcəm, depressiya ifadəsi var. Elə bilirlər təkcə depressiya zamanı müalicədə istifadə olunur. Bir sıra xəstəliklərdə, istər ruhi xəstəliklərin remisiya mərhələsində, istər somatik xəstəliklər zamanı istifadə olunan dərman qruplarıdır. Antidepressantlar 2 həftəyə qədər yeni nəsil təsir göstərdiyinə görə, Günay xanım, dərhal biz həyəcan təşvişini aradan qaldırmaq üçün anksiyolitik, tranquilizator və yaxud da buna həyəcan təşviş əleyhinə dərman preparatları, benzodiazepin deyirik. Bunu verən zaman və yaxud da kimsə təyyarə ilə uçuş edəcəksə və yaxud da uzun bir yol gedəcəksə, narahatlığı yüksəkdirsə, qısa müddət ərzində, 15-20 dəqiqə ərzində təsir göstərir. Adətən biz bunu 2 həftədən 2 aya qədər veririk, lakin həkim nəzarəti altında bundan da artıq miqdarda müddətə istifadə oluna bilər. Digər bir dərman qrupu kimi, əgər bizim həyəcan təşviş pozuntusumuz artıbsa, dərinləşibsə, yuxumuzu pozubsa, depressiv bir hal formalaşdırıbsa, Bayıq xanımın qeyd etdiyi kimi beynimizdə daim olaraq negativ, pis düşüncələr varsa, hətta bu düşüncələr intihar düşüncələrinə qədər sürüklənibsə, bu zaman antipsixotiklərdən istifadə edilir. Digər bir qrup antikonvulsantlardır. Yəni antikonvulsantlar nevrotik xəstəliklərdə əhval-ruhiyyəni tarazlamaq üçün istifadə olunur. Amma eyni zamanda konversiyon pozuntularda, epilepsiyada tutmanın aradan qaldırmaq üçün istifadə olunur. Digər qrup kimi antihistaminlər var. Bu antiallergik dərman reseptorları, yəni histamin reseptorlarına təsir göstərən dərmanlardır. Bunlar da həyəcan hissini aradan qaldırmaq üçün istifadə olunur. Beta blokatorlar var ki, bunlar da həyəcan hissini aradan qaldırılmasında bayaq elə orada o kadrlarda da onun xanımın belə deyək ki, ürək vurğuları çox sürətlidir. Aradan qaldırmaq üçün beta blokatorlarda köməkçi vasitə kimi istifadə oluna bilər. Mənə elə gəlir ki, dəyərli həkim psixiatrımız Aytan Namazovanın yanına gələn pasiyentlər, ümumiyyətlə ona müraciət edən pasiyentlər tam olaraq özlərini ona həvalə etdiklərinə görə belə bir bəy olmuşdu. Hətta bizim əlaqə nömrəmizə, qaynar xəttimizə zəng vurmuşdu və öz müsbət nəticələrini vurğuluyurdu ki, Aytan xanımın sayəsində yenidən həyata qayıtdım. Onlar heç soruşmayacaqlar ki, hansı müalicə bizə daha uyğun olar. Düşünürəm ki, tam olaraq sizin savadınıza güvəndiklərinə görə artıq siz onlara uyğun müalicə növünü individual olaraq təyin edəcəksiniz. Spesifik və individualdır. Qonşunun, qohumun, filan kəsin məsləhət gördüyü dərman preparatları. Çünki birinin ürək problemi var. Bəlkə miokard infarkt keçiribdir. Stabil remisiya, yəni xəstəlik ürək dərmanları ilə birlikdə təyin olunan digər bir antidepressan seçirik. Digərinin ağrı pozuntusu var, ona uyğun antidepressan seçirik. Digərinin mədə bağırsaq problemi var, ona uyğun olaraq dərman seçirik. Yəni hər dərman şəxsin yaşına, cinsiyyətinə, onun belə deyək ki, yanaşı xəstəliklərinə uyğun olaraq dozalanır və dozalar həftə, gün, həftə, ay ərzində artıq müəyyən bir həddə çatdırılır. Yəni orqanizmin xüsusiyyətləri də çox önəmlidir. Ona görə də çox xahiş edirəm. Belə halları çox təəssüf ki, son zamanlarda elə bundan əvvəlki illərdə də çox eşidirik. Qonşum bu dərmanı içdi, rahatlaşdı, sakitləşdi, sağaldı, belə deyək, elə sizin dilinizcə deyək, bunu deyən insanların. Amma sonra görürsən ki, çox ağır fəsadlarla üz-üzə qalırlar. Sonra yenə müxtəlif həkimlərə müraciət eləyirlər və bu yol daha da uzanır, daha da çətinləşir və orqanizmə vurulan ziyanın da qarşısını almaq olmur. Hal-hazırda çox sayda sual var və bir izləyicimiz belə bir sual göndərib, diqqətimi cəlb elədi. Əslində çox məntiqli və maraqlı sualdır. Əgər deyir, bu həyəcan təşviş pozuntusu haqqında danışdığımız mövzu, diaqnoz müalicə olunmazsa, gələcəkdə hansı nəticələrə gətirib çıxara bilər? Uzun müddətli Günay xanım davam edən həyəcan, qorxu, təşviş
şəxsin məsələn uzun müddətli bir kəsin təzyiqi daim olaraq yüksək olsa, damarlar daim sıxılmış vəziyyətdə olsa, nəbzi daim olaraq sürətli olarsa, həqiqətən də onların qorxduğu problem olaraq miokard infarktına gətirib çıxardar. Uzun müddətli həyəcan fonunda insulin dirənci, insulin rezistentliyi yarandığı üçün şəkərli diabetə gətirib çıxara bilər. Uzun müddətli qıcıqlanmış, irritabl vəziyyətdə, yəni qıcqırması, gərməsi olan mədə-bağırsaq tərəfindən mədə xorasına gətirib çıxara bilər. Və yaxud da ki, uzun müddətli iştahsızlıq fonunda mədə-bağırsağın sallanması belə deyək, qastroptoza gətirib çıxara bilər. Və bu fəsad kimi qala bilər və nəticə itibarilə uzun müddətli həmçinin indi mən bəzi şeylər var ki, efir üçün istifadə edə bilmirik o terminləri, təəssüf ki. Yəni uzun müddətli depressiyaya düşdükdə başqa bir hallar müşahidə olunur. Bəli. Bu müəyyən bir çərçivədə deyilməlidir. Fəsadlar böyükdür və əsas odur ki, əgər sizdə 6 aya qədər, 6 aydan artıq bu narahatçılıq varsa və qarşısını hər hansısa bir qonşunun, qohumun, onun bunun dediyi dərman preparatlarından istifadə edib tapa bilmirsə dərdinizin çarəsini, vaxt itirmədən həkimə müraciət etməlisiniz. Və hansı həkimə müraciət etməlisiniz ki, sizin xəstəliyinizin bir və yaxud da 2 dərmanla korreksiya eləyəcək bir mütəxəssisə. Bəzən olur müayinəmizə gəlir pasiyent, Günay xanım, inanın reseptində 13, 15, 7, 8 dərman görürük. Halbuki bu həyəcan pozuntusunu, bu depressiv epizodu 2 dərmanla, 1 dərmanla korreksiya etmək olur. Bəli. Ağır ruhi xəstəliklərdə bəzən olur 3 dərman da verə bilirik, baxır gedişatına. Amma burada nevrotik pozuntulardan söhbət gedirsə, bunu 1 dərmanla, uzaq başı 2 dərmanla korreksiya etmək mümkündür. Doktor, bir də son olaraq bizim xanımımız bizə sual yazır. İstəyirəm onu da sualını səsləndirim. Ümumi şəkildə bu sualı vermək istəyənlər üçün də cavab səslənsin. Panik atak olan qadın, xanım hamilə qala bilərmi? Bəli. Panik atak olan xanım hamilə qala bilər, normal doğuş edə bilər. Lakin əgər həyəcan həmlələri hamiləlikdən öncə sizi narahat edirsə, hamilə olmamışdan öncə müalicə alınmanız məqsədə uyğundur. Əgər hamiləsinizsə 3 ayına qədər müəyyən bir antidepressantlar var, ondan istifadə edə bilir. Çünki uşaqlarda 3 ayına qədər dölün orqanogeniz, yəni orqanlarının formalaşdığı bir dövrdür. 3 ayından sonra rahat şəkildə müəyyən dərman preparatları var ki, təyin edirik. Uşaqda heç bir qüsur və patologiya, yəni doğuşdan sonra da müşahidə edilməsin deyə. Aytan xanım, mən sizə təşəkkür edirəm. Mən ona görə minnətdaram ki, dəyərli vaxtınızı ayırıb yenə bizə qoşuldunuz bu həftədə və növbəti görüşümüzü çox səbirsizliklə yenidən gözləyirəm. Çünki sizinlə söhbət etmək, müzakirə etmək, məhz faydalı olmaq çox xoşdur və elə tamaşaçıların adından da sizə təşəkkür etmək istəyirəm. Nə yaxşı ki, varsınız və dəyərli həkimimiz, psixiatr Aytan Namazova ilə əlaqə saxlamaq istəyənlər üçün bir daha qeyd edirəm. 050 377 54 22 099 377 54 22 müxtəlif xəstəliklərlə bağlı həkim psixiatrımız Aytan Namazovaya müraciət eləyə bilərsiniz. Həm Instagram ünvanını, həm YouTube ünvanını da ekranlarda görürsünüz. Doktor Aytan Namazova. Qısa aradan sonra xanımların ekran daha yaxın əyləşməyini istəyəcəm. Çünki elə bir xanım gələcək ki, bugün sizin bütün suallarınızı cavablamış olacaq.